Salam əziz izləyicilər, əziz dostlar. Allah hər bir kəsə ev qismət eləsin inşallah. Bu gün Biləcərdə 92-170 marşrutlarından 300 metr məsafədə 3 sortda inşa edilmiş 2 mərtəbə 5 otaq tam təmirli həyət evimiz satışa çıxır. Sizi evlə təqdim edirəm əziz dostlar. Evimizdə bəzi xırda işlər qalıb. Ev yiyəsi özü sənətkardır, özü üçün şəxsi tikib və özü üçün də təmin edib. Bəzi işlərini göstərəcəm sizə, harda nə işlər qalıb. Zəhmət olmasa videoya sona qədər baxaq və bəyənək. Belə bir həyətimizdə hamam sanuzeli var həyət üçün. Əziz dostlar, xırda işlər emulsiyadır. Qapının başında ağla hissələri qalıb. Yəni çox xırda işləridir. Bunlar hamısı təmir olunub veriləcək. Belə bir qladovka hissəsi var. Kombisi, pitimürtkası, hər bir şey o hissədə yerləşir. Sadəcə olaraq içəri biraz qarışıq olduğundan tam çəkmədim. Belə bir evimizin qabaq hissəsində mətbəx mebeli quraşdırılıb, yay mətbəxi kimi istifadə eləmək olar. Geniş bir həyətdir, geniş yeri var. Gecə evimizlə tanış olaq. Mərkəzi kanalizasiya sistemidir. Qazı, suyu, işığı daimidir. Evimiz bələdiyyə sənədidir. Belə bir dəhliz sistemi var əziz dostlar. Dəhlizdən keçdikdə birinci mərtəbədə bir yataq, bir mətbəx və bir qonaq otağı yerləşir. Sizi yataq otağı ilə tanış eləyirəm. Geniş bir yataq otağıdır. Pəncərələrin qarşısına heç bir maneə almır. Bütün pəncərələr evin öz həyətinə baxır, həyətin arxasında keçmək mümkündür. Keçək, mətbəxlə tanış olaq. Belə bir 5-in 3-ə mətbəxdir. Rahatlıqla mətbəxdə oturub istifadə eləmək olur. Geniş bir mətbəxdir. Yenə də təkrarlayıram, start qiymət 145.000 manatdır. Real alıcılar çox gözəl bir şəkildə endirim olunacaq. Qonaq otağı ilə tanış olaq əziz dostlar. Geniş qonaq otağıdır. Evin yiyəsi özü sənətkar olduğu üçün, özü üçün yavaş-yavaş təmir edib. Xırda işləri qalıb. İnşallah onlar da yekunlaşacaq. Alan adama yekunlaşıb təhvil veriləcək ev. Belə bir qonaq otağımızdır. Evin ümumi sahəsi 180 kvadratdır. 180 kvadrat, 170-180. Keçək hamam sanuzelindən tanış olaq. Burada da lambir və ya podvisnoy vurulmayıb. İnşallah o da təmin olunacaq. Belə bir qladovka hissəsidir. Xatırladım ki, qladovkadan evin padvalına düşmək mümkündür. İkinci mərtəbə ilə tanış olaq əziz dostlar. İkinci mərtəbəmizdə həmçinin dəhliz sistemidir. Dəhliz sistemində 3 otaq yerləşir. Bura geniş bir yataq otağıdır. Sadəcə olaraq evdə bəzi əşyalar çox olduğu üçün ev balaca görsənə bilər. Amma fikir verirsinizsə çox geniş evdir. Otaqdır daha doğrusu. Burada belə bir uşaq otağımız var. Uşaq otağı da geniş uşaq otağıdır. Bütün otaqlar genişdir və yataq otağının böyük otağı, ən böyük yataq otağı bu otaqdır ki, 5-in 5-ədir. Çox geniş yataq otaqları, bütün otaqları genişdir. Və burada belə bir ikinci mərtəbədə də hamam sanuzel yerləşir. Aksesuarları qalıb, onlar da yerinə ustanovka olunub veriləcək. Və dostlar, evimizin ikinci mərtəbəsinin terasına sizi tanış edirəm. Çox gözəl bir mənzərə şəkillidir. Yay üçün oturmaq, dincəlmək üçün çox gözəl bir şərait qurulub burada. Əziz dostlar, təkrarlayıram, evimizin start qiyməti 145.000 manat. Real alıcılara ev yiyəsi tərəfindən çox gözəl bir şəkildə endirim olunacaq.
92 170 marşruta 300 metr məsafədə iaşə obyektlərinin